Salam dostlar. Yəni bu paylaşdığım video yəni pul qazanmaq istəyənlərə aiddir. Yəni belə deyim də, elə biznes kimi deyək. Belə deyim. Nədir burada? Bu panel xidmətidir. Burada məsələn tutaq ki, bax TikTok takipçiləri satın alırsınız. Instagram olsun, nə bilim YouTube olsun, fərqi yoxdur. Facebookdur, WhatsAppdır, yəni kanal, abunə bunlar hamısı mövcuddur. Məsələn, mən sizə ən çoxusu TikToku deyim, indi TikTok üzərindən ən çox pul qazanmaq istəyirlər, necə eləyə bilərsiniz? Çox insanlar necə edirlər? Məsələn, burada baxın, TikTokun gəlib üzərinə vururam. Və burada məsələn ucuz takipçi var. Tutaq ki, siz takipçi yığırsınız profilinizə. Məsələn, deyək ki, bir 10.000 takipçi, 1000 dənə takipçi 3 manat 57 qəpikdir. Tutaq ki, bir 10.000-lik takipçi yığdınız. 35 manat 70 qəpik pulunuz gedir. 10.000 takipçi. Siz bunu 100 manata sata bilərsiniz. Siz bunu 90 manata sata bilərsiniz. Yəni burada panel xidməti yığırsınız. Sonra biraz əlavə real insanlar gələcək 10.000-dən sonra. 1000 nəfər real insan yığsanız, bir 11.000 eləsəz, siz bunu rahat 100 manata, nə bilim 150 manata sata bilərsiniz profili. Və yaxud da burada çox xidmətlər var. TikTok bəyəni, takip, nə bilim görüntüləmə, canlı yayın, PK, nə də olsun çox növləri var. Onları məsələn pulla eləyə bilərsiniz. Məsələn, tutaq ki, TikTok bəyənidir, göndərmək istəyirsiniz. Məsələn, kimsə deyir ki, mənə 1000 bəyəni göndər. Proqramda görürsən 0.45 qəpikdir. Sən onu deyirsən ona ki 4 manatadır, 3 manatadır, 5 manatadır. Buradan da qazanc götürə bilərsən. Çox yaxşıdır, əladır. Həqiqətən sızdıra bilsəz, çox gözəl burada pul qazanma eləyə bilərsiniz. Düz mən o vaxt eləyirdim, sadəcə işimlə əlaqədə çox vaxtım olmur burada. Gələ burada sırf bekar adam olasan ki, sən qəşəng buradan pul götürəsən. Reklamı verirsən, paylaşsan ki, məsələn 1000 bəyənmə, məsələn 3 manata və ya da 1 manat. Mən də 1-2 manat eləmişdim. 1 manat, 2 manat, nə bilim, baxdı seçim sənindir. Görün bu qədər pul çıxılacaq balansında, balansdan. Amma sən əlavə oradan tutaq ki, məsələn deyə qoymusan 2 manatlıq, sən əlavə oradan 1 manat neçə qəpiksə xeyri qazanacaqsan. Yəni çox qazanacaqsan sən orada. Tutaq ki, məsələn biri deyir ki, mənə 10.000-lik göndər bəyəni. 10.000-lik göndər bəyəni, bu 45 qəpikdir. 10.000 bəyəni elə bir 50 qəpikdir də. Yəni gör nə gözəldir. Bunu da deyirsən 10.000 bəyəni qoyursan 6 manata. Gör sən nə qədər xeyrin var burada. Yəni rahat buradan pul qazana bilərsiniz, super. Özü minimumda balans artımı 1 manatdır. Balans artımı üzərinə gəlirsiniz. Buradan məbləği yazırsınız. Sonra ödə yazın. İndi burada məsələn tutaq ki, məbləğ yazın. Məsələn deyək ki, 10 manat atırsan. 10 manat yazın. Komissiya 30 qəpikdir. 10 manat 30 qəpikdir. Girib kartdan kart atanda 10 manat 30 qəpik mütləq atmalısan ki, 30 qəpik faizi çıxsın. Rahat da göndərirsiniz. Kartları göndərirsiniz. Nə bilim, kripto kimi göndərə bilirsiniz. Çoxdur növləri. Rahat göndəriş eləyə bilirsiniz. Sonra burada Instagram'ın özü var. Instagram'da rahat takipçi bot yığa bilərsiniz. Nə bilim YouTube'da abunə yığa bilirsiniz çox rahat şəkildə. Yəni orada qiymətlərə baxırsınız, özünüz qiymət qoyub pul qazana bilirsiniz. Həqiqətən də superdir. Kim tutuzdura bilsə qəşəng pul qazanıb eləyə bilər. Məndən yəni paylaşmaqdır. İndi qeydiyyat linki də yorum hissəsində, bir də ki açıqlama bölümündə paylaşacağım. Keçin qeydiyyatdan rahat istifadə edin. TikTok'da məsələn tutaq ki reklam eləyib reklam da vura bilirsiniz. Orada reklam elədiniz. Kimsə insanlar sizə yazanda atırsınız, ora göndərirsiniz takipçiləri, bəyənini. Balans artırmadır ki, balansınızı əvvəldən tutaq ki 10 manat artırırsınız, qalır balansınızda və yaxud 10 manat, 20 manat. İndi baxırsınız sizin vəziyyətinizi artırırsınız, qalır orada. Ondan sonra insanlar gəlib keçirlər. Sizə yazandan sonra ki, məsələn tutaq ki mənə 1000 bəyəni lazımdır, rahat şəkildə göndərsən, qalan pul da qalır sənin cibində. Çox gözəldir. Kimsə nə isə bilməsə mən yaza bilər, yəni kömək eləməyə hazıram. Burada yorum yazın, mən sizə yazacağam. Qeydiyyat linki yenə deyirəm, yorum hissəsində bir də açıqlama bölümündə var. Başqa nə isə bilməsəz, mənə mütləq deyinsə kömək eləməyə hazıram. Bax burada da üstə gəldi də vuranda buradakı pulusu vurdunuz. Bütün hamısı çıxır burada. Türk takipçiləri, Azərbaycan takipçiləri də var burada hələ. Olmalıdır. Görüm Instagramda olmalıdır. Azərbaycan takipçiləri də olmalıdır. Səhv eləmirəmsə. Deyəsən onu siliblər. Onlar yəni tez-tez olur Azərbaycan takipçiləri. Türklər deyə var, Azərbaycanda var. Rahat istifadə edə bilərsiniz. Qeydiyyat linki yorum hissəsində və açıqlama bölümündə.